Korinflərə 1-ci məktub. 13-cü fəsil. Məhəbbətin qüdrəti. Əgər mən insan və mələk dilləri ilə danışıramsa, lakin məhəbbətim yoxdursa, cingildiyən mis və ya danqıldayan sincəm. Əgər peyğəmbərlik ənamım varsa, bütün sirləri və hər cür biliyi dərk eləyirəmsə, dağları yerindən tərpədəcək dərəcədə tam imanım varsa, amma məhəbbətim yoxdursa, mən bir heçəm. Əgər bütün var-dövlətimi paylayıb yoxsulları doyduraramsa və bədənimi oda təslim eləyərəmsə, lakin məhəbbətim yoxdursa, bunun mənə heç bir xeyri yoxdur. Məhəbbət səbirli, xeyirxahdır. Məhəbbət paxıllıq eləməz, öyünməz, loğalanmaz, kobudluq eləməz, öz xeyrini güdməz, hislənməz, onu edilən pislikləri sayıb hesablamaz. Məhəbbət haqsızlığa sevinməz, həqiqətə isə şadlanar. O, hər şeyə qatlaşar, hər şeyə inanar, hər şeyə ümid bəsləyər, hər şeyə dözər. Məhəbbət əsla tükənməz, amma peyğəmbərliklər sona çatacaq. Dillər ənamı da qutaracaq, bilik də aradan qalxacaq. Çünki biliyimiz məhdud, peyğəmbərliyimiz də məhduddur. Kamillik gələndə məhdud olan aradan qalxacaq. Mən körpə olanda körpə kimi danışır, körpə kimi dərk eləyir, körpə kimi düşünürdüm. Boya başa çatdıqda isə körpə fikirlərimi tərk elədim. İndi biz güzgüdəki kimi tutqun görürük. O zamansa üzbəüz görəcəyik. İndi biliyim məhduddur. O zamansa haqqımda hər şey bilindiyi kimi, mən də hər şeyi biləcəyəm. İndi isə 3 şey qalır. İman, ümid, məhəbbət. Amma bunların arasında məhəbbət üstündür.